Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi salamlayıram. Sağlıqla proqramının növbəti buraxılışı efirdədir. Və bu buraxılışımızda biz nələrdən danışacağıq, mövzumuzu nəzərinizə çatdırım. Fəqrələr arası disk yırtıqlarının müalicəsində yeni metodika haqqında sizə məlumat verəcəyik. Və təbii ki, ikinci mövzumuz olacaq prostat vəzinin xəstəliklərindən. Qonaqlarımızı təqdim etmək istəyirəm. Qonaqlarımız isə VIP Laçın Hospitala İrandan dəvət olunmuş. Amerika Androloji Assosiasiyasının həqiqi üzvü və Amerika Sonsuzluq Cəmiyyətinin üzvü androloq Behnam Kazemi və Amerika Neyrocərrahlar Assosiasiyasının həqiqi üzvü Fransada uzmanlıq keçmiş neyrocərrah professor doktor Məcid Zöhrabidir. Xoş gəldiniz, salamlayıram hər ikinizi studiyamızda. Behnam bəy, mən ilk öncə istərdim, təbii ki, doktoru bir daha salamlayırıq studiyamızda və doktorla tanış olmaq istəyirik əslində. Özü haqda bir qısa məlumat verərdi və təbii ki, gördüyü işlər bizə maraqlıdır. Çünki mən anons etdim ki, biz bu günləri fəqrələr arası disk yırtığının müalicəsində məhz Laçın Hospitalda, VIP Laçın Hospitalda hal-hazırda yeni metodika var. Bu haqda da bizə professor məlumat versin. Mən öncə bütün bu verişə baxanları, bütün tamaşaçılarını, xüsusən Xəzər TV-nin tamaşaçılarını və bütün millətimizi bu axşamı xeyir deyirəm, salamlayıram, baş əyirəm və çox şadam ki, bugün həkimimizlə bir yerdəyik. Doktor Zohrabi təşrif buyurub, güclü professordur Doktor Zohrabi və xoş gəlib Azərbaycana. İndi hal-hazır Laçın Hospitalda neyrocərrahın çox önəmlidir işi və indi gəlib əlhəmdülillah Laçın Hospitalda və yeni bir metod və möcüzəvi bir metodla əlaqədar təşrif buyurublar Azərbaycanda. O da disk yırtıqları, xüsusən boyun nahiyəsində, döş qəfəsə və beldə çox bilirəm xəstələr çoxdur, narahat olanlar çoxdur, əzab çəkirlər. Amma doktorun metodu həqiqətən bir möcüzəvi bir metoddur. 98-99% onun keyfiyyəti və effekti var. Belə bir metoddur ki, qansız, əməliyyatsız, ağrısız, anesteziya ehtiyac yox, lokal anesteziyanın 15 dəqiqə ərzində o bəladan qutaran möcüzəvi bir işdir. Mən doktordan xahiş edirəm ki, özünü təqdimat eləsin və bu barədə biraz məlumat versin. Çox gözəl və bir daha tamaşaçılarımızın nəzərinə çatdırım ki, diqqətli olun, xüsusən də onurğada olan fəqərələr arası disk yırtığından, yəni qrijalar, belə bilir insanlar bunu. Diqqətli olun, çünki birazdan VIP Laçın Hospitalda hal-hazırda, belə deyək, Fransadan dəvət olunmuş mütəxəssisimiz sizə məhz bu problemin çox qısa müddətli, həm də travmasız, belə başa düşdüm ki, əməliyyatsız bu problemi çözməyə haqqında danışacaq və buyurun. سلام عرض میکنم خدمت شما و بینندگان محترم برنامه‌تون. تشکر میکنم از شما. من به طور مختصر سعی میکنم در مورد علائم بیماری‌های ستون فقرات و دیسک توضیحاتی رو خدمت شما و بینندگان محترم عرض کنم و بعد در مورد دیسکوژل یا یک انقلاب نوین، یک انقلاب بزرگ در درمان غیر جراحی دیسک توضیحاتی رو خدمتتون بدم. Önce buyurur ki, salam əleyhdən sonra hamınıza xoş gördük. Deyir ki, istəyirəm bu diskopatiyaların əlaqəsi, yəni disk yırtıqlarının əlaqəsi, əlamətlərini biraz söhbət edək və böyük bir inqilab ki, bu arada bunun dərmanları və müalicəsinə indi əmələ gəlib olan haqqında biraz izahat versin. در تصاویری که نشون میدیم علائم بیماری‌های ستون فقرات رو میتونیم ببینیم. بیماران معمولاً با دردهای گردن، دردهای شانه، دردهای بازو و دست و احساس گزگز و مرمور شدن معمولاً مراجعه میکنن. Bu əlamətləri göstərir, burada bu şəkildə göstərir ki, bu disk yırtıqları xüsusən xəstələrdə çox gizilti əlamətləri və sızıltı əlamətləri boyun nahiyəsində, xüsusən çeyin nahiyəsində, qol nahiyəsində belə göstərir. O qırmızı çəkənlər, onlar bütün o radikulopatiyalardır ki, disk yırtığından əlaməti özünü göstərir xəstələr. در مراحل پیشرفته ممکنه دردها همراه بشن با کاهش قدرت عضلانی در دست و بازوها. Və həmçinin ola bilər ki, əzələnin gücü də qolda və əldə əzələnin gücü də az olsun. در مورد دیسک های کمر یه مقداری علائم متفاوت هست. به صورت کمردرد معمولا خودشون رو نشون میدن. کمردردها به مرور zaman تبدیل میشن به دردهای اندام تحتانی و سیاتیکا. Bəli, bel nahiyəsində də özü təxminən deyə bilərik ki, bu yırtıqlar hamısı özünü bel ağrıları kimi göstərirlər və siatikalci kimi, yəni siatik sinir kimi özünü göstərirlər.
بیمار با خم و راست شدن و حرکات دردهایی رو در نواحی باسن و پا احساس میکنه و احساس گزگز هم میتونه همراه اون باشه. Xəstə həmişə bu yan tərəfində, həmçinin aşağı ətrafda ağrılar və yorğunçuluğu həmişə hiss eləyir. از نظر درمان تا این لحظه یعنی تا چند سال پیش به این صورت بود که بیماران تحت درمان داروهای مختلف، تزریقات مختلف قرار می گرفتن و یا اگر به درمانهای دارویی جواب نمیدادن مجبور بودن که تحت عمل جراحی باز قرار بگیرن و با بیهوشی دیسک اونها تخلیه بشه و کارهای لازم براشون صورت بگیره. Keçmişdə ancaq dərman tədavi, dərman preparatlar üstündə idi. Əgər dərmana cavab verməyən xəstələrdə məcburdular ki, açıq əməliyyata geçsinlər və orada döndürmə lazımdır, diski çıxartmaq lazımdır. Amma indi hal-hazır böyük bir inqilab, böyük bir çevriliş olub ki, xəstə lazım deyil də o açıq əməliyyata geçsin. بیماران مجبور بودن بعد از عمل جراحی برای مدت طولانی استراحت کنن، فعالیت نداشته باشن و از کار و زندگیشون کلا دور می شدن. Və əməliyyatdan sonra təbii ki, buyururlar, məcbur idi xəstə çox istirahət eləsin, yataq xəstəsi olsun və işindən uzaq qalar, öz həyat tərzindən çox dəyişikliklər olurdu xəstədə. Amma indi hal-hazır dedim, bu başqa bir metoddur ki, onları hamısı bir tərəfə qoyur və xəstə tez sağalır, tez əməyinə gedir və öz fəaliyyətini tez bərpa eləyə bilir. در حال حاضر با روش بسیار جدید و ارزشمندی که ابداع شده تحت عنوان درمان با دیسکوژل نیاز به بستری مطلقاً وجود نداره. Bu yeni bir dərman ki indi gəlib, yeni bir müalicə metodu ki gəlib və doktorun ixtisası da çox onun üzrədir. Da indi də o yataq xəstəsi yataqda qalmaq, palatada qalmağa ehtiyac yoxdur. Qəti ehtiyac yoxdur və işdən uzaqlaşmaq qəti ehtiyac yoxdur. Da dedi, necə ki buyururlar, bu yeni metoddur, yeni inqilablı bir metod. Yəni bir sözlə fəqərələr arası disk yırtıqlarının müalicəsində doğrudan da bu metodu inqilab saymaq olar. Çünki cərrahi aparmadan, yəni əməliyyat etmədən sadəcə bir inyeksiya vasitəsilə, yəni iynə vasitəsilə o qrijanı oradan aradan qaldırmaq, yerli keyləşməklə. Amma Behna bəy, belə bir sualım var. Çünki bilirik ki, bu neyrocərrahlar hər zaman danışırlar ki, o yırtıqların da müxtəlif dərəcələri var, ölçüləri var. Yəni bu bütün xəstələrə mi şamil oluna bilər? Yəni hər kəsə mi tətbiq oluna bilər? Yoxsa xüsusən yəni seçilir, baxılır. Kimlərəsə tətbiq olunur, kimlərəsə yəni mümkün olmur. بله در حقیقت در تمام درجات دیسک قابل استفاده هست. حتی اگر بیماری کاندید عمل جراحی هم باشه میتونه از دیسکوژل استفاده کنه و خیلی از موارد به دیسکوژل پاسخ میده. اگر پاسخ نداد پله بعد جراحی خواهد بود. Bütün səthlərdə, bütün dərəcələrdə diskojeldən istifadə ola bilər. Hətta əgər əməliyyat göstərişi olsa, bu diskojeli sina bilərlər. Əgər 90% o cavab verir, verməsə sonra əməliyyat yolunu seçə bilər. هیچ مداخله‌ای هم با عمل جراحی نداره، هیچ عارضه‌ای نداره، هیچ مشکلی نداره، هیچ چسبندگی عارضه‌ای هم ایجاد نخواهد کرد. Heç bir əksi təsir yoxdur orada, allergiya yoxdur, yapışqanlıq əmələ gəlmir və cərrahi ilə müdaxiləsi yoxdur eşəsi. Əslində doğrudan da əgər bu qrijaların istənilən mərhələsində bu prosedur, belə deyərdim, çünki bu prosedurdur, effektivdirsə, doğrudan bunu inqilabi bir metod adlandırmaq olar və tamaşaçılarımız da bilsinlər ki, hal-hazırda VIP Laçın Hospitalda fəqərələr arası disk yırtığının müalicəsi qeyri-cərrahi, yəni cərrahi əməliyyat olunmadan istənilən mərhələdə o qrijanın, yırtığın istənilən ölçüsündə bu iynə vurmaq vasitəsilə aradan qaldırmaq mümkündür. Siz də müraciət edə bilərsiniz. Çünki hal-hazırda Fransadan dəvət olunmuş mütəxəssis məhz bu işlə məşğuldur. Hal-hazırda ekranlarda ünvan və əlaqə nömrələrini görürsünüz. Əlavə edəcəkləri varmı doktorun? Yəni bir də onu soruşum. Tamaşaçılarımıza maraqlıdır. Doktor nə qədər burada olacaq? Yəni nə vaxta kimi müraciət etsinlər? İnşallah nə qədər tez müraciət edəsələr, hələ ki doktorumuz buradadır. Və hələ ad yazsınlar və doktorun bəhrəsini görsünlər də inşallah. Nə qədər tez olsa, həmin qədər də yaxşı müraciət eləsinlər. Çox gözəl. Biz sizinlə davam etdiririk. Behna bəy, prostat vəzi kişilər üçün, bəylər üçün çox önəmli bir vəzdir. Bilirəm, böyük funksiyası var və orada hər hansı bir narahatçılıq olarsa, bəylərimiz də narahat olurlar. Buyurun, bu haqda da siz məlumat verin. İstəyirəm ki, öncə yenə buyuram ki, belə Laçın Hospital necə ki bilirsiniz, böyük bir xəstəxanaya çevirib və indi hal-hazır bütün
ixtisaslar hamısı oradadır. Necə ki bugün bu qısa müddət vaxtimizdə həm doktor professorlardan da istifadə elədik. Amma əsas mövzumuz prostat və prostat məsələləridir. Bilirsiniz ki, mən bu sahədə məşğulam. Tək prostat yox, uşaqlar üzrə enorez məsələsi, dəfələrlə danışmışıq enorez haqqında. Həmçinin yeniyetmələr zamanı və sonsuzluq məsələsi. Amma bugün mövzumuzu çoxu çeviririk prostat üzrə və kişilərin böyük bir bəlasıdır. Və necə ki bilirsiniz 40 yaşdan sonra hər bir kişinin vacibdir ki prostat üzrə müraciət eləsin və mən istəyirəm ki ekran vasitəsilə biraz prostat haqqında və bu mövzunu biraz açıqlama verək və şəkillərimizi göstərək və onun əsasında inşallah işimizi başlayaq və görəsiniz ki prostat üzrə necə vəziyyət dəyişiklik ola bilər. Hər bir kişidə vacibdir ki 40 yaşdan sonra müraciət eləsin. Amma prostat əlamətləri çox önəmlidir. Yəni nə əlamətlər olsun ki xəstə müraciət eləsin bizə. Birinci prostat əlamətləri çoxu gecələr başlayır. Xüsusən nokturya, yəni məcburdur ki, hər bir kişi məcburdur ki, gecə 2 saatdan öncə tez-tez sidiyə getmək, qırıq-qırıq getmək və terminal dribbling, yəni tam boşalmır sidiksə. Əsas problem buradadır. Xəstələr çoxu deyirlər ki, biz nə qədər müraciət edirik və nə qədər gedirik tualetə, amma yenə qalıq qalır, əlimizi yuyuruq, üzümüzü yuvandan sonra hiss edirik ki, yenə qalıq qalır. İki forma əlamətlər həmişə prostata izlənir. Biri ergent əlamətləri, məcbur edir xəstəni tez-tez getmək və biri bağlantı əlamətləri. Xəstə nə qədər güc verir, tam napor deyirsiniz burada. Yəni sidikin təzyiqi azalır və o xəstəni narahat edir. Çox məcburdur ki, bütün qarın hissəsində və bel hissəsində əzələlərdən istifadə eləsin ki, sidik hissəni boşalsın. Orada sidik hissə trigoni və isfinkterləri də zədələyir. Onlar da genişlənir və sidik saxlama bunlara biraz da çətin olur. Və həmişə bel ağrısı və çanaq ağrısı və oynaq ağrıları bunlarda həmişə müşahidə olunur. Çünki gecə tez-tez sidiyə gedirlər, yuxusuz da qalırlar, yatmırlar, əsəbləşirlər və insan əsəb olanda heç bir normal insan sayılmır. Təəssüf ki, bizə müraciət edənlər gec müraciət edirlər. Mən burada bir şəkil qoymuşam, görürsünüz ki, üzü güləri bir prostatı göstərir ki, burada prostat normal olanda kanal, o uretra prostati, yəni o qismət kanal ki, prostatın içindən gedir, açıq olanda sidik hissə normaldır, qalınlaşma yoxdur və tam boşalır. Amma burada bir dənə belə nigaran şəkili qoymuşuq ki, bu göstərsin və görürsünüz ki, prostat hipertrofi, yəni böyüməsi və şişməsi nətər olur və kanalı tam bağlayır. Tam bağlayanda sidik qalıq qalır, orada qalıq qalanda problemlər əmələ gəlir və bu problemlər üzrə xəstələr gərək müraciət eləsinlər. Yine burada normal bir prostatı qoymuşam. Həmçinin bir dənə patoloji prostatda, patolojiya olan, hipertrofiya olan prostatı qoymuşuq və görürsünüz ki, bunlar nə qədər dəyişiklik olur, nə təfavüt. Həmişə xəstə çanağında iltihab hiss edir, həmişə oturaq həyat tərzi keçənlər xüsusən orada hiss edirlər ki, çanaq və çanaq ətrafında və qasıq ətrafında bir problem var bunlarda. Həmişə bunlarda dedim, bel ağrı hiss edirlər, çanaq ağrısı hiss edirlər və məcburdurlar tez-tez sidiyə geçsinlər. Sidik saxlama bunlara biraz çətindir. Və bu məsələni biz belə düşünürük ki, bu şəkillərdə görürsünüz ki, bu prostat nə qədər böyüyəndə kanalı bağlayır və təəssüf ki, burada fizikal seminal da həmçinin göstərir ki, bunlar da şişirlər. Orada mikrob qalır, qalıq qalır. Sidik nə qədər sidik hissədə qalsa, tam boşalmasa, həmin qədər sidik hissənin əzələsini, trigoni zədələyir, həmin qədər mikrob toparlayır orada. Mikrob toparlayanda orada mühiti dəyişir və orada sistit, uretrit əmələ gətirir, göynəmələr əmələ gəlir. Və təəssüf ki, bu boyda problemlərlə həmişə biz görmüşük kişilərdə xüsusən cinsi zəiflik əmələ gəlir. Yəni, əgər bu cinsiyyət kanalda problem olsa, əlbəttə ki, aşağı ta yuxarıya qədər, yəni hətta böyrəyə qədər problemlər və zədələnmə görür. Görürsünüz ki, həmin xəstə əlamətləri göstərir və qasıq nahiyəsini tutub və göstərir və görürsünüz ki, burada yavaş-yavaş bu əlamətlər, radikulitlər başlayacaq. Və görürsünüz ki, burada həmin xəstə dedim necə ki, bel ağrıları da əmələ gəlir, oynaq ağrıları əmələ gəlir, tez-tez sidiyə getmək bu insanı narahat eləyir. Məcburdur ki, gecə hər 2 saatdan öncə tualetə müraciət eləsin. Amma bunu biz nətər baxırıq? Dedim, əlamətləri dedik. Bunlar əlamətlər təxminən dedim, insanı yuxarıdan aşağı tutmuş, yəni böyrək nahiyəsindən, böyrək, kanal, sidik axarlar kanalı və həmçinin prostat və uretritdən narahat eləyə bilər. Çünki ya ascending,
ya disinin, yəni ya aşağı yuxarıda, ya yuxarı aşağıda bütün kanal orada bir-birindən əlaqədədirlər. Əgər sidik hissədə problem olsa, əgər orada prostat vasitəsilə hipertrofi getsə, orada toparlayan mikroblar bütün kanalı zədələyirlər. Amma bunun baxışı və bunun müayinəsi nətər olacaq? Birinci, ən əsas həkimin öz topladığın anin enzimdir. Yəni o məlumatı ki, xəstədən toplayır, vəziyyət necədir? Xəstə izahat verir ki, bəli, dedim, yenə də təkrar edirəm, PSSD-yə getmək, qırıq-qırıq getmək, göynəmələr, yandırmalar və nə xəstə müraciət edir, deyir, əsasən gecə yata bilmirəm, dəfələrlə tualetə gedirəm, tam boşalmır sidiksəm və yaxud ki, deyirlər, sidik saxlaya bilmirəm. Damcı axır və onu heç nə eləyə bilmirəm və bu böyük bir biabruçilikdir, təxminən deyə bilər. Bəzi insanlar əsasən ki, onu qəbullanmırlar. Və həmçinin bəzən deyirlər ki, oynaq ağrılarım var, diz ağrılarım var, hətta yuxarı oynaqlar, hətta reaktiv artritis deyirlər, hətta gəziyən artritlər də bunlarda ola bilər. Bunu müayinədən sonra, palpasiyadan sonra vacibdir ki, bu prostatı %100 ultrasəs vasitəsilə müayinə eləyək, amma transrektal. Burada necə ki qoymuşam, ultrasəs bizim köməyimiz gəlir, ultrasəs göstərir prostatın razmerlərini 3 səthidə prostat ölçülür və o ölçü əsasındadır ki, biz gərək müayinəmizi aparaq qabağa. Və həmçinin indi hal-hazır ixtisaslaşmış bir antigen prostat üzrə PSA, PSA ilə əlaqədar. Əgər onun leveli də qalxsa yuxarı, yavaş-yavaş həkimin istiqamət verir ki, müalicəni nətər aparsın. Burada göstərirəm yenə, görürsünüz ki, prostat iltihabı necə olacaq? Ola bilər bütün toxumanı tutsun, ola bilər hansı bir hissəni tutsun, təkcə mikrobla əlaqədar deyil prostatit, ola bilər heç bir səbəblə prostat özü şişsin, narahatçilik versin, onu prostadini deyirlər, ola bilər iltihablı olsun, temperatur qalxsın, həmin bu insanlarda ola bilər orada dedim seminal vizikulit əmələ gəlsin və xroniki vəziyyətə çevirsin və xəstəni narahat edir. Əlbəttə ki, birinci ən narahatçilik cavanlarda xüsusən cinsi zəiflik və kanalda narahatçiliklərdir. Ki, bizə çox müraciət edirlər mənə və mən bunları çox görürəm, ona görə mən burada izahat verirəm ki, prostat bütün o kanalıyla əlaqəlidir və hamısı ilə bir yerdə vizikul seminal, istərsə prostat özü və istərsə sidik isə bir yerdə narahatçilik çəkə bilərlər və burada göstərmişəm ki, prostat böyüməsi bütün çanaq ətrafında hamısını yerləşə bilər. Amma burada təkcə adenomadan söhbət getmir, təkcə xoşxasəli, xoşməramlı bir prostat böyüməsindən söhbət getmir. Ola bilər bədxasəli olsun, o prostat böyüsün və şişə çevirsin və raka çevirsin və onu öncə, qabaqca risk faktorlarını bilməliyik. O risk faktorları biz həmişə xəstələrimizə izahat veririk və ola bilər və əgər bu hadisə baş versə, yəqin ki, adenokarsinoma ən böyük bir fəsaddır prostatda və təəssüf prostat belə bir yerdə yerləşib ki, düz bağırsaqla da və həmçinin qabaqda sidik hissə ilə bir yerdə yerləşib çanaqda sümüklərlə əlaqədar tez sümüyü götürə bilər, tez düz bağırsağı götürür, tez sidik hissədə idxal eləyir özünü və təəssüf ki, böyük bir əlamətlər və böyük bir fəsadlar baş verir. Xahiş edirəm ki, əgər kimsə indi bu verilişə baxır, əgər hansı bir əlamətləri ki, sadalattırdım, bunda olsa, xüsusən kişilər vacibdir 40 yaşdan sonra özünü yoxlasınlar. Əgər genetik faktorları onlarda var, əgər ata-babalarda bu hansı bir oğlanda, hansı bir kişidə ata-babasından bu problem varsa, istəyir ana tərəf, istəyir ata tərəf, 40 yaşdan sonra müayinəyə məsləhətdir. Lakin hospital ən güclü və ən müasir avadanlıqlarla təchiz oluruq və bu prostat üzrə indi biz çox böyük bir nailiyyətlərimiz var. Müraciət eləsinlər. İndi